geçti Danimarka'daki görüşte. Sizin hakkınızda yani o barədə danışmışdı ki, yani haricdə Elçin xanımı yani çok sevirlər. O sevgini kazanmışsınız. Teşekkür edirik. Vətənimizi layiqincə təmsil etdiyinizə görə ilk növbədə. Siz 20 ilə yaxında köçünsünüz də, İsveçrədə yaşayırsınız. İşte orada sizdən başqa digərlərdə dünyanın hər yerinə səpələnmiş Azərbaycan soydaşlarımız var. Amma görürsünüz, 30 ildə keçdi, 50 ildə keçdi, öz dəyərlərini saxlayırlar. Siz orada, biz adət-ənənələrinizi edirsiniz, bayramlarınızı görürsünüz, onlarınki müqəddəsləşən torpaqda adi daş kəsək deyil. Ola bilsin ki, Fransanın coğrafiyası buradan da yaxşı olsun, təbiəti. Amma biz Azərbaycanı sevirik. Ona görə ki, burada əcdadlarımızın irisi var. Mənəvi mühit yaratdı, həqiqətən də mənəvi bir görüşdür. Bizim bu kitabxana müdürü Nərminə xanımımıza, Nərmin xanıma böyük təşəkkür edirəm, Babək bəyə təşəkkür edirəm və burada iştirakçılara. Həqiqətən bizə mənəvi zövq verir. Eluca xanım ümumiyyətlə bizim eli, obanı, vətənimizi layiqincə təmsil edir bütün dünya miqyasında. Onun hansı kitabını oxuyuruqsa, o oxucu kütləsi qazanır. Eluca xanım həm təbiətlə danışmağı, quşlarla, insanlarla, onun güclü psixologiyası var. O, belə deyə bilərik ki, güclü yazıcı, şairə, psixolog, İnanırım ki, növbəti səfərinizdə də vətənə səfər etdiyiniz zaman bizim kitabxananın yenə qonağı olacaqsınız. Çok hoş oldu bize. İnanıram ki, bütün əməkdaşlarımız üçün, yani hər kəs üçün çok hoş oldu bugünkü görüşümüz.